Hamıya salamlar, kanalıma və yeni vloguma çox xoş gəlmisiniz. Səsimə görə sizdən üzr istəyirəm, biraz xəstəyəm, üstünüzə sağlıq, amma istəmədim ki, bu vlog qalsın, çox da gec olmasın, elə indidən başlayım bu vlogu editləyim. Videonun da başlığından gördüyünüz kimi biz köçürük. Yəni bu bir köç vlogudur. Niyə köçürük, nədən köçürük, hara köçürük, bunların hamısını sizə detallı şəkildə danışacağam. Mən tam 2 il öncə bu evə gəlin köçmüşəm. Hər zaman məndən izləyicilər soruşurdu ki, düzdür hamıya aid deyil, amma bəzi izləyicilər var idi, maraqlanırdı ki, siz kirayədə qalırsınız, yoxsa öz evinizdə. Özünüz də bilirsiniz ki, indiki zamanda iki gəncin tək başına ev almağı çox çətindir. Eyni zamanda ailələrimizin maddi yüksək bir durumu yox idi ki, bizim üçün ev alsın və yaxud da bizə ev hədiyyə eləsinlər. Bir çox borcla, xərclə, nə isə oralara çox da girmək istəmirəm, amma sizə istəyirəm ki, detallı şəkildə danışım, çünki bilirəm ki, bir çox gənclər də bizi izləyir və bir çoxlar da bizdən örnək götürür. 2 ildə bundan öncə biz çalışdıq, müəyyən şeylərin altına girdik, müəyyən yüklərin altına girdik və ipotekaya bu evi götürdük. O zaman da çox evlərə baxmışdıq. Öz büdcəmizə uyğun olaraq ən gözəl ev mənim üçün bu idi. Çox şükür Allaha da ürəyimizdə olan istədiyimiz evi də ala bildik. Hər bir evin, hər bir yerin müsbət və mənfi cəhətləri olduğu kimi bizim də evin müsbət və mənfi cəhətləri var idi. Amma son zamanlar yaşadığımız şeylər, başımıza gələn hadisələr, sizə onları da danışacağam, bizi əməlli başlı məcbur eləmişdi ki, biz bu evdən çıxaq. Çünki ikimiz də işləyirik, ancaq axşamlar evə gəlirik və axşam da evə gələndə sən istəyirsən evdə huzur tapasan, istəyirsən rahatlıq tapasan. Amma hər evə gələndə sən əsəb stres keçirdirsənsə, deməli artıq oradan uzaqlaşmalısan. Bəs nələr baş verdi ki, biz evdən köçmək qərarı aldıq. Səbəblərə keçməmişdən öncə sizdən bir xahişim var. Kanala əgər hələ də abunə deyilsinizsə, mütləq şəkildə abunə olun. Abunə olun ki, bundan sonra təzə evdən çəkəcəyim bütün vloqları, videoları vaxtında görəsiniz və vaxtında həmin videoların paylaşımından xəbərdar olasınız. Deməli qızlar, bizim bu evdən köçməyimizə səbəb olan əsas səbəbləri daha doğrusu sizə deyəcəm. Bir də dolayı səbəbləri, yəni əsas olmayan, amma təsir edən amilləri də danışacağam. Ümumiyyətlə yaşadığınız ərazidə olan kontingentin səviyyəsi, onların nə bilim davranışları insana birbaşa olaraq təsir edirmiş. Bizim buradan köçmək səbəbimizin birincisi bəzi qonşular, ikinci səbəbi isə rastlaşdığımız və bizə heç xoş olmayan, qəbul eləmədiyimiz hadisələrdir. Niyə səbəb qonşulardır, ətrafda nələr baş verdi, bunları sizə izah eləyəcəm, danışacağam. Uzun şəkildə və açıq şəkildə danışa bilməyəcəm qızlar, amma sizə elə deyəcəm ki, özünüz başa düşəcəksiniz. Qonşuluqda 2 qapı var idi ki, onlar o xanımlar normal həyat tərzi sürən xanımlar deyildi və hər gün artıq o söyüşləri eşitməkdən, o nə bilim tərbiyəsizlikləri eşitməkdən artıq bezmişdi. Yəni bu evdə burada uşaq böyütmək ümumiyyətlə mümkün deyildi. Biz komendanta dəfələrlə şikayət eləmişik, amma təəssüflər olsun ki, komendant özü belə deyib ki, onlarla heç kəs bacarmır, yəni onların həyat tərzi ondan ibarətdir. Hətta bunlar kirayə yaşadıqlarına görə, bu dediyim qonşular, kirayə olduqlarına görə onları bir dəfə ev yiyələrinə də şikayət edib və ev yiyəsi də həmin o kirayədə qalanların tərəfini tutub. Yəni elə anlar olurdu ki, təsəvvür gecənin bir yarısı qonşunun o həmin o demək istəmirəm də o qonşunun qapısı döyülür, kişi qışqırır, piyan bir şəkildə, sərxoş bir vəziyyətdə. Yəni o qədər pis sözlər eşidilir ki, yəni gecənin 3-də 4-də sən oyanırsan ki, kimlərsə nələrsə eləyir orada. Bir atalar sözü var. Dişin ağrıyır, çək qutar, qonşun pisdir, köç qutar. Baxın, eynən bu atalar sözü bizim bu vəziyyətə aid idi. Qızlar, əgər yadınızdadsa, evin bu hissəsində künc divan var idi, böyük bir divan. Hətta divan bura qədər gəlib çıxır. Lunanın veşmişləri də qoymuşuq bura, yemək qapısı, su qapısı, yatağı. Buradakı divan getdi qaynanam gilə. Çünki biz evi satanda razılaşmışdıq ki, bu biz divanı götürəcəyik, bir də bunu götürəcəkdik. Nədir bunun adı? Jurnalni stol. Divanı verdik qaynanam gilə, amma jurnalni stolu özümüzə götürəcəyik. Çünki bizdə aldığımız evdə çox balacadır, yəni rahat deyil. Biz bunu hətta düşünürük ki, üstündəki bu şüşəni çıxardıb ayaqlarımızı rahat qoya bilərik. Çünki aldığımız evdə olan divan biraz balacadır. Yəni bu buradakı kimi deyildi. Burada rahat idi. Burada ikimiz belə yata bilirdik. Famil bir tərəfində yatırdı, mən bir tərəfində yatırdım. Yatmaq deyəndə, yəni uzanıb dincəlmək mənasında deyirəm. Yəni bu o baxımdan çox yaxşı idi. İndi amma o evdəki elə olmayacağına görə biz bunu götürürük. Belə sizin üçün zalımı çəkim.
Zal özünüz gördüyünüz kimi böyüdü. Stul da çox böyüdü və bu stul yığılmır. Ancaq belədir. Buralarda yer yığış gedir deyə qızlar səliqəsiz vəziyyətdədir. Sizə sadəcə belə göstərirəm. Televizor qalır, televizor atlığı qalır. Bunlar hamısı qalır burada. Buradan heç nə götürmürəm. Bu stul da qalır. Bir dənə o gedəcək bu evdən. Bu da mənim şəxsi əşyalarım olduğuna görə gedəcək. Pərdələrə və s. heç nəyə dəyməyəcəm. Kondisioner qalır. Yəni ki, bu otaqda belə. Evin hər hansı bir yerinin pis gündə olmağını önəmsəməyin qızlar. Çünki yer yığış gedir də. Yəni burada bunların içini tam boşaltdım. Burada əsas mənim kitablarım idi. Onların hamısını götürdüm. Bir dənə burada nədir belə? Saqqız qalıb. Eybi yox. Buranı siləcəm. Siləcəm bilsiz nə vaxt? Hamısının içindəkiləri boşaldandan sonra tərtəmiz bir şəkildə siləcəm. Famil gətirsin yeşikləri, maşında yeşiklər var. Bunları içini tamamilə boşaltmaq lazımdır. Qızlar deməli, mama mənə cehiz qoyanda birində belə bir süfrə idi. Baxın, belə krem rəngində çox qəşəng süfrədir. Qıraqları atlasdı, kənarları. Nəsə bunu qoymuşsun mənə, amma təəssüflər olsun ki, mənim gördüyünüz kimi stolum çox böyük idi də. Yəni buna heç cür getmədi bu süfrə, uyğun gəlmədi. Bunu saxlamışım ki, nə vaxtsa balaca masam olanda istifadə eləyərəm və bu tam olaraq mənim o təzə masama uyğun olacaq deyə düşünürəm. Ona görə bunu qəşəng-qəşəng qoyuram, gedək orada istifadə eləyək. Buna baxın siz, Allah gör harda oturub. Keyfdədir. Deyirəm, yaxşı ki, bunu saxlamışam. Qiymətli üstündədir, 36 manat, amma yaxşı almışdım məncə. Bu süfrəmin belə paketidir. İndi istəyirəm ki, səliqə ilə bunu qatlayım, qoyum bunun içinə. Abi sən nə yaptın? Gələn fırsatı ayarla tərəf etdin. Qızlar, o sizə dediyim bir səbəb idi. O qədər en qədər səbəb var. Bayaqdan fikirləşirəm, hansıları deyim ki, həm onlar yorulmasın izləyicilərim, həmçinin də videoda çox o qədər də yer tutmasın bu səbəblər. Sən bura necə çıxmısan? Sən Allah, buna baxın siz canım. Qoymuşuq ki, yar yığışa. Sən bura necə çıxmısan? Bax, bura necə çıxmısan? Və bu hər an sən düşə bilərsən. Bax, 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 bax. Gördün? Gördün ki? Evdə biraz yer yığışımı eləyəndən sonra getdik bir-iki ev əşyasına baxmağa. Biz öz evimizi əşyalı satdığımıza görə məcburuq ki, bir-iki əsas ev əşyası var ki, onları alaq. Ən əsası birinci soyuducu alınmalıdır, ikinci əsas məsələ isə paltar yuyan. Xərclərimiz dəhşətli dərəcədə çox olduğuna görə hələ ki televizor almayacağıq və bir-iki əşya var ki, soba da yoxdur evdə, sobanı da hələ almayacağıq. İnşallah ki, olanda onları da alarıq. Bilirsiniz qızlar, öz lüksuna görə, yəni imkanım var, mən evimi dəyişirəm adı ilə evi dəyişəndə İstər-istəməz insan əmin olur ki, kənarda müəyyən qədər pulu var. Mən bu pulla da müəyyən şeylər alacağam, eləyəcəm. Yəni ki, bir dara düşməyəcəm, çətinə düşməyəcəm. Amma yox, əgər məcburiyyətdən artıq bezərək, burada yaşamaq istəmirəm deyib sən evi dəyişməyə çalışırsansa, onda da müəyyən çətinliklər ola bilər. Çünki sən büdcəni ona uyğun planlamamışdın. Allah Taala kimin arzusunda nə varsa, evi olsun, nə bilim, hər hansı bir əşyalar olsun, Allah ona yetirsin. İnşallah hamı arzusuna çatsın. Qızlar, əgər nağd pulunuz varsa, nağd alacaqsınızsa, yəni ev əşyaları, televizordur, soyuducudur, nə bilim, kondisionerdir və s. və ilaxır. Bu kimi şeyləri normal yerlərdən, yəni sədərəkdən, nə bilim, elektroniks mağazalarından daha ucuz qiymətə ala bilərsiniz. Amma biz bir kartla alacağımıza görə məcbur idik ki, Kontakt.com-dur, Bako Elektroniksdir, baxın belə yerlərə gedək baxaq və elə yerlərdən məhsul seçək. Və biz alandan sonra başımıza elə bir hadisə gəldi ki, onu isə gələn vloqda danışacağam. Çünki gələn vloqçu material çəkmişəm, onu burada danışa bilmərəm. Və qızlar, bunu da sizə deyim, əslində danışacaq sizə çox şeyim var. Siz suallarınızı yazın məncə rəylərə. Gələn vloqu da həm də editləyəndə üstündə danışaram, sizin suallarınıza da cavab verərəm. Ağlınıza sual gələ bilər ki, necə oldu 2 il dözdünüz və 2 il dözəndən sonra indi hal-hazırda belə bir qərar verdiniz ki, siz artıq indi bu dəqiqə evi dəyişməlisiniz. Qızlar, bizi bu kimi şeylər çox narahat eləyəndən sonra biz başladıq dövlət ipotekasına müraciət eləməyə. Dövlət ipotekası da elə bir şeydir ki, qızlar, saniyəsində sən onu elədin, eləyə bilmədin, heç nə
əldən çıxdı. Biz demək olar ki, bir ay yarım müddətdə mən özüm, yəni onu elədim və 8%li ipotekanı utdum. Və dövlət ipotekası olan 8%li ipotekanı udandan sonra da sənə 45 gün vaxt verirlər ki, yeni ev tapasan, eyni zamanda köhnə evi də satasan. Yəni o 45 gündə nə etdin, elədin. Allahımıza şükür ki, bu evi də sata bildik həmin 45 günlük müddətdə. Eyni zamanda ev də axtardıq və evi də tapdıq. Əslində asan prosesmiş kimi sizə danışıram qızlar, amma nə evi satmaq, nə də ki ev almaq asan proses deyil indiki zamanda. Amma çox şükürlər olsun ki, Allah bizimlə idi, bizim yolumuzu o açırdı. Sizə danışmadığım o qədər şey var ki, hər dəfə elə şeylər yaşayırdıq ki, Familə deyirdim ki, Famil bax Allah bizə göstərir ki, yəni siz buradan getməlisiniz, başqa çarəniz yoxdur. Bilirdik ki, ta əvvəldən bizim üçün çətin ola bilər, amma mümkünsüz heç nə yoxdur. Və deyirdim ki, gəl bir yerdən başlayaq, sonrasını Allah kərimdir. Hə qızlar, uzun sözün qısası, yəni 10%li ipotekadan 8%li ipotekaya da düşmək, özünüz bilirsiniz ki, yəni bu 1000 manat, 2000 manat söhbəti deyil də ev alırsan burada. Ya o 2% çox böyük, önəmli rol oynayır. Və biz də təbii ki, buradan köçmək birinci məqsədimiz idi. İkinci məqsəd isə bu 8%-i udmuşuqsa, bunu itirmək olmazdı. İndi qızlar, termomun altında 3 dənə siyirmə var. Bunları açmışam, yerber edirəm. Daha doğrusu yerber eləmirəm, yığıram. Bunu görün nə tapdım buradan. Bu da peşdən aldığımız çay dəsmalı. Bilmirəm kimsə harası gedəndən başqa xarici ölkədən çay dəsmalı alır ya yox. Biz amma bu belə formasını çox bəyənmişdik. Ona görə yadigar qalsın deyə belə bir şey almışdıq. Onu da qoymuşam səndimə bura. Yadımdan da çıxıb ki, belə bir şey var idi məndə. Deyirəm də yer sıx olanda nəyə hara soxuşdurursan bilmirsən. Bir də açanda hamısını cürbəcür şeylər çıxır buradan. Bunun içində nə qədər şey var qızlar, hələ bu da var. Bunlar Temu'dan aldığım şeylərdir. İnşallah mən yerber eləyəndə o bir evdə, onda sizin üçün məncə daha gözəl çəkərəm. Burada elə də çəkə bilmirəm. Qızlar, mən maraqlıdır. Aranızda belə bir şey istifadə edən var. Mən almışam. Baxıram ki, bunu da bura qoymuşam. Digərləri kimi bir çox şeylər almışam vaxt ikən. Temu'dan, Trendyol'dan. Amma heç bunu istifadə eləməmişəm. Bu həm masaj eləyir, həm də ki, ölü dərilərdən bədəni təmizləyir. Amma gördüyünüz kimi heç istifadə eləməmişəm. Və mənə maraqlıdır ki, bunu istifadə edən olubsa aranızda, heç bu işə yarayır və işə yarayırsa necə işə yarayır? Effekti necədir? Çox xahiş edərdim ki, rəylər bölməsində yazın, oxuyacağım hər birinizin rəyini. Demək qızlar, bayaq marketə getmişdik. Belə bir şey aldım, heç istifadə eləməmişim. 2 manata düşmüşdü. Deyəsən ya 6 manat idi, ya 7 manat idi. Həm mebellər silmək olur, həm nə bilim baxın, burada yazılıb nələrdə istifadə eləmək olur. İndi istifadə eləyəcəm, görüm necə bir şeydir. Bu da 2 manata düşmüşdü. Normalda bu təmizlik bezləri biraz qiyməti baha olur, 6 manata olur. Keçən dəfə elə almışdıq. Amma bilmirəm indi bu necə olacaq. Məncə elə də keyfiyyətli olmaz. Bir də qızlar, çay süzmüşəm indi. İş görə deyirəm ki, bir dənə ara verim. Gələndə bir dənə belə sucuq aldıq. Ordubat sucuğu dedilər. Əslində alanda biz həmişə ballı alırıq. Bu dəfə bəhməzli aldıq. Bəhməzli dadına baxdım, amma pis deyil. Amma yenə də mənim ən sevdiyim ballısıdır. Qızlar, axşam yeməyi hazırlamağa vaxtım yoxdur deyə belə hazır dolmam var. İndi bu dolmamı qoyacağım qazanın içinə, su tökəcəm, biraz yağ, zat, nə bilim, nə lazımdırsa vuracağım, qoyacağım ki, pişsin. Belə hallarda, yəni ki, vaxt olmayanda, belə hazır yeməklər adamın əlindən həqiqətən də çox tutur. Bu da qızlar bizdə hal-hazırda olandı, belə qaradır, amma zərlidir, görsünüz. Qara zərlidir. Budur. Bizdəki çox, bu yox, çox yekəydir. Yəni 2 qapılıdır. Amma bu aldığımız bir qapılı. Dəyişə bilirlərsə dəyişəcəklər. Keçən dəfə soyuducuya baxırdıq, bu dəfə isə paltar yuyanlara. Mənim hal-hazırda da işlətdiyim, yəni köhnə evimdə işlətdiyim də LG-dir. Ona görə deyirdim ki, elə ən yaxşısı LG-yə baxmaqdır. Qızlar, əgər yeni ev əşyaları alanlara dair bir məsləhətləriniz varsa, sizdən xahişim rəy bölməsinə yazın, hər birimiz faydalanaq. Bu LED işığım da qırılıb, gərək yenisini alım ya da ki, bunu təmirə verim. Qızlar, Hacı Qabul quşçuluq şirkətinin sponsorluğu ilə buna döndü. Bunları hamısını marketlərdən falan götürmüşüm, bu karobkaları. Ən çox da yumurta karobkaları da belə yığmışam hələ ki bura. Getdi belə hazır hələ olmayan karobkalar da gətirdi, gəldi. Mətbəxim isə köçür. Çünki köçürük. Belə baxıram mətbəxə ki, burada o qədər vloqlar, videolar çəkmişəm ki, sizin üçün. Yeni mətbəximdə də ondan gözəllərini çəkəcəm inşallah.
qızlar, deməli köçdüyümüzə görə ev də köçür. Bu bizim çöl qapımızdır. Çöl qapıdan girəndə belə bir şkaf qarşılayır bizi. Tam başdan aşağıya qədər yığılmış böyük bir şkafdır. Bunu digər vloqlarımda görmüsünüz. Və burada biz kurtkalarımızı, nə bilim, balonkalarımızı, paltolarımızı bu belə saxlayırıq. Bunun burada nə işi var? Harda boş şey gördü, girir içinə. Təsəvvür eləyin. Bayağı bunu axtarırdım, tapa bilməmişdim. Yatılmışdı səndimə, mən oyatdım onu. Nəysə, ayaqqabılar da indi dağılıb tökülüb. Bunları da bir-bir yığıram korobkalara. Bunları da indi buradan yığacam. Belə. Yəni, yer yığış davam eləyir. Evin də hər yanı korobkadır, korobka. Köçə-köçdə olsaq da, istədim bunu da sizə göstərim. Mənim son zamanlar saç tökülməm var. Düzdür, vitaminlər içirəm. Amma düşünürəm ki, artıq bu daxildən deyil, xaricdən bir faktorlardan dolayı məndə bu saç tökülməsi baş verir. Və bir hissə var ki, saçımda o hissə demək olar ki, keçəlləşmə gedir. Ona görə qorxurdum. Və Lamir brendi var, hansı ki, yerli brenddir. Şəhla xanımı bilmirəm, tanıyırsınız yoxsa yox. Məncə bir çoxlarınız bəlkə də tanıyırsınız. Yəni, saç baxım uzmanıdır deyərdim. Deməli, qızlar, burada nələr var? Birinci, hələ serumu tətbiq etməmişdən öncə mən bundan saç dibimi oyandıracağım. Daha doğrusu belə oyadacağım. Daha sonra isə bu anti-hair loss, saç tökülməsinə qarşı olan bir serumdur. Bundan istifadə edəcəm. İndi hələ ki, effekti barədə sizə bir söz deyə bilməyəcəm. Siz məni izləmədə qalın. Bəlkə də siz bu vloqa baxanda mən artıq bunu istifadə eləmiş olacağım. Çünki bu vloq elə çəkilir ki, yəni köçmə mərhələlərini ayrı-ayrılıqda birləşdirib paylaşıram da sizlə. Burada belə bir not da var. Bu qutu sənin üçündür. Sevgi ilə seçilmiş məhsullarımız sənə özünə daha gözəl, daha parlaq və daha zərif hiss etdirmək üçün buradadır. Üzün, saçların və ruhun parlasın. Çünki sən buna layiqsən. Sevgi ilə Lamir ailəsi. Çox möhtəşəmdir. Bu serum isə qızlar üz üçündür. Ölü dərilərdən təmizləyir. Daha dərin təmizlənməsinə dərinin kömək olur. Belə bir serumumuz da var. Və daha doğrusu bu tonikdir. Bir də belə bir serum var. Bu cilt tonunu eşitləməyə, yəni ki, cilt tonunun rəngini bərabərləşdirməyə kömək eləyir. Eyni zamanda daha sıx poraları, yəni ki, poralarınız açıqdırsa, onunla bağlı problem yaşayırsınızsa, bu serumdan istifadə eləmək olar. Deyirəm qızlar, yaxşı ki, Temunun bu kloklarının hamısını atmamışam, tullamamışam. Düzdür, o qədər çox idi ki, məndə klok. Yarısını tullanmışdım ki, yeri yoxdur, mən bunları nə edəcəm və s. və ilaxır. İndi amma köçəndə ətim belə ürpəşir. Bu karton bir-birinə dəyəndə qəribə oluram. İndi köçəndə çox əlimdən tutur. Bir kurtkamı qoymuşam bunun içinə. Nə bilim, paltarlarımı baxın, səliqəli. Bu elə Temundan aldığım kurtkadır. Elə onun öz bağlamasının içinə qoymuşam. Belə kloklardan da istifadə edirəm. Amma ayrı-ayrı belə kloklarda mənim çox köməyimə gəlir. Kurtkalarımdan birini tullayıram. Ayaqqabılarımdan da nə qədər şey tulladım. Geyinmədiklərim vardı, hansı ki pis günə qalmışdı. Əlim gəlmirdi də tullamağa. Amma tulladım, artıq yük də olmasını bilirəm ki, onları mən istifadə eləməyəcəm. Bu isə mənim ən sevimli kurtkam idi. Yəni, çox sevirdim də bu kurtkanı. Amma famil deyir ki, tulla bunu nə edəcəksən, boynu gör nə günə qalıb. Mən əslində istəmişdim ki, iş yoldaşım da mənə demişdi ki, bunu düzəldən yerlər var, yəni verə bilərsən, orada düzəltsinlər. Amma iş burasında təkcə boynundan ibarət deyildi. Baxın, kürək hissəsində də belə şeylər var. Nə bilim, bu çiyin hissəsində də var və plusdakı, deyəm sizə göstərim. Və qol hissəsində də var. Ona görə dedim ki, buna bax, belə bir ləkəsi də var. Bunu indi görürəm. Rahatlığı ilə bunu tullaya bilərəm. Amma bu kurtkamı bir ayrı sevirdim. Eynən bu rəngdə Temudan almışam. O biraz fərqli cürdür, amma keyfiyyət baxımından çox da elə məncə fərqlidir. Düzdür, bu biraz qalındır, qalın dəridir. O biraz daha nazikdir. Bu məni daha isti saxlayırdı. Nəysə, bunu da belə tullayıram, getsin. Yadınızdadırsa bunu Temudan almışdım. Bunu sizə göstərim necə bir şeydir. O vaxt elə sizlə bir yerdə bunu düzəltmişdik, amma shorts halında paylaşmışdım mən bilən, vlog halında deyildi. Baxın, belə bir şey idi. 4 mərtəbəli idi, ayaqqabılarımızı qoyurduq və bu mənim əlimdən həqiqətən də çox tutmuşdu. Qiymətdə çox münasib idi. Baxın, belə parçalar halına bölünür. Belə də birləşəndə 4 mərtəbə olurdu. Belə bir şey olurdu. İndi isə mən bunu yığıram səliqəli bir şəkildə. Yaxşı ki də bunu da tullamamışam. Daşınması da belə rahat olur.
Qızlar, siyirmələrimi boşaldıram və bunu tapdım. Bu da Şiqlamdan aldığım deməli dodaq boyalar. Boyası deməyək, lip oillar idi. Yəni dodaq yağı gedir. İçində 3 dənədir. Elə baxıram ki, üçünə də dəyməmişəm də. Yəni necə var elə qalıb. Buradan tapmadım. Daha dibə girmişdi. Mən kökə stoklamışdım. Yəni təzə olan şeyləri ora qoymuşdum və amma iş burasında da unutmuşdum. Unutmuşdum ki, mənim belə bir şeyim var. Və buna baxın, çox qəşəngdir də. Yəni Şiqlamın ən sevdiyim bu seriyalarından idi. Bu piknik seriyası, Sunday Picnic. Bunun da içində ən sevdiyim buydu və hər birinin özünün rəngi olduğu kimi özünün də qoxusu var, dadı var. İstəyirəm belə şeyləri bunun içinə yığım, çamadanın içinə yığım. Bir dənə sizə nə göstərəcəkdim. Bir dəfə, daha doğrusu ad günümə hazırlıq vloqunda, səhv eləmirəmsə həmin vloq olmalı idi. Yuskdan bir əşya almışdım, sizə göstərmişdim, balaca dipçək. Və mən onu alanda hələ ev dəyişmək mövzusu gündəmdə deyildi. Amma dəyişmək istəyirdik də, yəni bu problemlər uzun zamanda artıq bizi narahat eləyirdi. Nəysə qızlar, yəni bunun içində olan əşyanı gəlin sizə göstərim. Baxın, bu balaca süni dipçəyi mən orada manifest elədim və o niyyətlə, daha doğrusu niyyət elədim. O niyyətlə aldım ki, yeni evimiz olanda, biz yeni evə köçəndə mən bunu istifadə eləyəcəm. Yəni orada mən bunu qoyacağam. Ona görə də mən bu klokun içindən belə bunu çıxartmamışdım. Evə gəldim, elə çamadanın içinə qoydum ki, nə vaxtsa alanda elə o vaxtda mən bunu istifadə eləyərəm. Bəziləri deyir ki, Zara ətir alınası yer deyil. Amma ki, qızlar, ola bilər Zarada yaxşı, premium, nə bilim, daha lüks ətirlər olmur. Qalıcılığı o qədər də yaxşı deyil. Amma Zara'ya bir də oriental gəlsə, mən mütləq yenə alacağım. Bunun artıq müddəti bitib, vaxtı bitib. Dibində düzü qalıb, amma ki artıq görün 2 ildir, bəlkə də ondan da çoxdur ki mən bu ətri yəni istifadə eləyirdim. Son 1 ildə sadəcə olaraq arada bir qoxluyuram. Bilirəm ki artıq bunun istifadə müddəti bitib, ona görə istifadə eləmirəm. İndi də artıq yük olmasın deyə özümdən bunu tullayacağam. Amma bir də bu ətir gəlsə Zara'ya mütləq alacağım. Luna. Qızlar, bu köç vlogu olduğuna görə demək olar ki, bir ay ərzində ayrı-ayrı günlərdə nələr eləmişəmsə, onları xırda-xırda belə çəkib birləşdirmişəm. Və həmin günlərin birində də Yuska gəlmişdi və burada da artıq yeni il dekorasiyaları var idi. Qara cümə vaxtıdır, yəni ki, Black Friday vaxtıdır və hər yerdə demək olar ki, endirimlər var. Əslində yeni evimiz üçün Temudan çox gözəl dekorativ əşyalar almışam, hələ gəlməyib. Gələn vloqlarda yeni evimizdə inşallah açıb sizə göstərəcəm. Və keçən il isə yeni ilə aid hər şeyi, nə bilim, süfrədən tut yolkaya qədər, onun oyuncaqları, onun işıqları, ev dekorativ əşyaları mən Temudan almışdım. Bu il də sizinlə bir yerdə evi bəzəyəcəm. Qızlar, deməli bunun bir dənəsi 80 manatdan mən Temudan almışam. Çox. Bu nədir ki? Balaca şeydir. Mən böyük bir şey almışam. Elə bu qiymətə demək olar. Əslində videonu çəkə-çəkə üstündə danışırdım, amma təəssüflər olsun ki, arxa fonda mahnı gəlirdi. Təlif hüquqlarına görə üstündən səs yazmalı oluram. Belə bir şey istəyirəm qızlar. Temudan belə bir bitki almışam da onun altına qoymaq üçün. Amma ki bunun qiyməti 50-dir, yəni bahadır, mənə baha gəlir. Qızlar, necə qəşəng görsənir bu dekor. Stol üstü. Amma otağı üçün əslində Temudan aldığım var idi, hansı ki onu istifadə eləyirəm. Təzə evə də onu aparacağam. Dəst şəklindədir. Həm quru sabun üçün, həm də ki maye sabun üçün qabları var. Amma ki iş burasında da istəyirdim ki yeniliyim, yeni bir şey alım. Ona görə də Yuskda dedim ki elə bunlara da baxım. İndi daha çox bəyəndim, amma tələsmək istəmədim qızlar. Burada indi sizə də göstərirəm hansılardır, nələr var, nələr yox. Tələsmək istəmədim ki başqa mağazalarda baxaram. Hətta bir mağaza var ki orada ev əşyaları çox çeşidlidir. İstəyirəm orada gedim. Düzdür, bu dəqiqə vacib deyil. Yəni olsa da olar, olmasa da olar. Ona görə düşünürəm ki köçərik, biraz bunları işlədərəm. Ondan sonra Allah yetirər, inşallah ki təzə şeyləri də alaram. Bunlar plasmas idi, boz rəngdə olanlar. Amma plasmas olmasına baxmayaraq çox qəşəng görsənirdi. Bu 6 manat olan yox, baxın bu 3 manata olanları deyirəm. Amma Famil dedi ki bunu almaqdansa məncə gözləyək, daha qəşəngini tapsaq elə onu alarıq. Burada Famil bunu mənə göstərdi. Hansı ki bizdə hamam otağının dizaynı elə bu formadadır. İnşallah ki göstərəcəm sizə. Gələcək üçün mənə komod da lazım olacaq. Çünki yatan otaqda demək olar ki makyaj şeylərimi qoymaq üçün yer olmayacaq hələ ki. Amma gələcəkdə almaq üçün elə belə baxdım.
Üstünüzə sağlıq qızlar. Biraz xəstələnmişəm. Yəqin səsimlə hiss edirsiniz. Qaynar çay süzdüm özümə. Vlogları, daha doğrusu videoları birləşdirib bir vlog halında çəkdiyimə görə bilmirəm ki, bu artıq videonun hansı hissəsidir. Vlogun daha doğrusu hansı hissəsidir. Amma ki, sizə belə göstərim. Burada bəzi şeyləri yığmışam. Mətbəxdəyəm də hal-hazırda. Yığmışam, amma yığmadığım şeylər də var. İndi yığıb bitirməliyəm, çünki artıq 2-3 günə köçməliyik. Bu da yadımdan çıxmasın, nə əl işim. Ən əsas məsələlərdən biri bunlardır. Bunları gərək hələ indicə yığım. Çayımı içim, yığım bunları yaddan çıxmasın. Demişdim yəqin ki, sizə bu soyuducunu qoyub gedirik. Biz bu soyuducunu götürmürük. Əslində bu soyuducu çox gözəldir. Yəni, kaş bu soyuducunu götürə bilərdim qızlar. Hal-hazırda bunun qiyməti endirmə düşüb 2999 manatdır, yəni 3000 manatdır bunun qiyməti. Belə bir şey qoyub getmək istəməzdik, amma gedəcəyimiz evin ölçülərinə, yəni mətbəxə bu yerləşməyəcəyinə görə, mətbəxim orada balacalaşır, yəni bu yerləşməyəcəyinə görə bunu apara bilmirik və eyni zamanda bu evi satanda da elə bu soyuducunun üstündə demişik ki, bu qalacaq. Bugün biraz da qriplədim. Əslində qrip deyildim. Yəni bir dənə boğazım ağrıyırdı. Lunanın dərciddiliyinə baxın. Bu günlərim saçımı falan düzəltdim indi. Nəmin qaşlarımın rəngini açdım. Niyə görə hazırlandım? Çünki bugün bir açılış var. Ora gedəcəm. Bugün bir açılış var, ora dəvətliyəm. Gül salonunun açılışıdır. Gül salonu xanımın salonudur və evə yaxın olduğuna görə, yəni yol baxımından problemim olmayacaq. Əslində belə halda getmək istəməzdim. Ən əsası da ki, xanıma söz vermişəm ki, orada olacağam. İstəyirəm ki, həm də sizin üçün də maraqlı olsun. Gedim orada biraz çəkiliş də aparım. Ona görə sizi də götürəcəm özümdən. Sizdən bir yerdə bugün gedirik Gül salonunun açılışına. Qızlar, belə hazırlandım. Makyajım həmişəki kimi çox sadə, bir damcı bir şey. Üstümə belə palto giyindim, belə köynək giyindim. Bu ən sevdiyim şalvarımı giyindim. Bu çantamı götürdüm və belə bir ayaqqabı giyindim. Və getdik. İlk dəfə bir YouTuber kimi bir açılışda iştirak edəcəm. Ona görə azca da olsa biraz həyecanlıyam. Geldiğiniz için her birinize teşekkür ediyorum. Yaxşı ki varsınız. Desteğiniz için de teşekkür ediyorum. Her birinize çok sağ olun. Bu gece Komanda xanımlardan ibarət idi və o qədər gülər üz idilər, o qədər pozitiv enerji aldım ki, hər şey dörd-dörtlük idi. Mağazanın adı Dream Garlanddır. Həzaslanov da Qaçqın bazarı ilə üzbəüz yerdə yerləşir. Hətta qızlar, mən burada güllərdən əlavə belə maraqlı əl işləri olan toxuma əşyalar da gördüm. Hansı ki, bunlar saç aksesuarlarıdır, belə breloklar var. Eyni zamanda baxın, belə aksesuar qabları və yaxud da hər hansı məqsədlə istifadə edə biləcəyiniz toxuma əşyalar var. Düşünürəm ki, qızlar, bugün bir xanımın arzusu reallaşdı və inşallah ki, kimin ürəyində nə arzusu varsa, nə biznes qurmaq istəyirsə və yaxud da nəyəsə nail olmaq istəyirsə, inşallah Allahın köməyi ilə ona da nail olsun. İstəyirdim ki, Instagramda storydə paylaşmaq üçün bir materialım olsun, həmçindəki vlog çəkirdim, ona görə qalmışdım ikisinin arasındakı hansı kadrajda çəkim. Çaya qala bilmədim, biraz belə halsızam deyə. Amma qızlar çox gözəl idi. Xanımın enerjisini o qədər çox bəyəndim ki, həqiqətən də ilk dəfə idi də, yəni üz-üzə belə görüşürdük. Xanımın enerjisini, ümumiyyətlə yığdığı komandanı çox bəyəndim. Çox gözəldir, hər şey mükəmməl idi. O enerji, əsas olan o enerjidir. O enerji əgər müsbətdir, işlər də hamısı çox gözəl bir şəkildə gedir. Mənə çox qəşəng buket bağlatdırmışdı, onu da sizə göstərəcəm birazdan. Çox sağ olsun, təşəkkür edirəm buradan ona.
Belə, indi gedirik evə. Qızlar, baxın gülümə. Çox gözəldirlər və qoxusu da çox qəşəngdir. Luna, siz neylədin? Baxma bana gülünə. Ətərdir, bəyəndim. Bəyəndim. Həqiqətən qızlar. Necə gözəl güldür. Bunun adı nə idi? Bu. Oydu, bu da çox qəşəngdir. Bu güllərin hamısı çox gözəldir. Düzdür, güllər daha çox torpağında sevirəm, amma bunları necə adam yox deyə bilər. Gülümü qoyuram bura yanıma. Üz yuma yağımı götürdüm. Makyaj təmizləmə yağımı götürdüm. İndi sizlə makyaj təmizləyib birazca söhbət edəcəyik. Qızlar, mənim saçım normalda çox nadir hallarda belə qəşəng qalır. Dünən axşam çiməndə birsiz nə yoxladım. Bu bağlanır ki. Hə, yox, bağlanır. Birsiz nə yoxladım. Yeni bir dənə iHerb'dən, daha doğrusu yeni deyəndə ki, bir ay olar ki, bəlkə bir aydan da çox, mən şey almışdım, saç yağı, həm maskadır, həm də ki, yağ nə idi? Əlimdə yağ var, deyirəm saç yağı. Həm maskadır, saç maskası, həm də ki, balzam kimi gedir. Amma məncə maska daha çox maska effekti verir. Saça axırıncı hər şey eləyəndən sonra yaş halda saça çəkirsən, 2-3 dəqiqə gözləyirsən və ondan sonra da yuyursan. Mən normalda keratindən istifadə edirdim, şəklini belə qoyaram. Bu da möhtəşəmdir. Mənim öz saçım qabarıqdır, vızdır. Dəhşətli dərəcədə vızdır da qızlar. Çimirəm, çıxıram, elə bilin ki, o şir evdən qaçdı var, ona dönürəm. Dünən çimdim, çıxdım, düzdür, biraz şişdi, amma şişməyi normaldır. Amma ukladka eləyəndən sonra, yəni saçımı şəkilləndirəndən sonra da mənim saçım normalda şişir, əgər o vasitələrdən istifadə eləməsəm. Amma normal qəşəng keratinli, yəni saçımı yatışdıran bir vasitələrdən istifadə eləyirəmsə, onda saçıma hər hansı bir şəkil verəndə normal istədiyim bu qəşəng vəziyyətdə görünür. iHerb'dən təzə bir dənə şampun sifariş eləmişəm. Bu Davın şampunudur. İlk dəfə istifadə eləyəcəm, bilmirəm necədir. Əslində endirimə düşmüşdü. Endirim vaxtıdır. Bu Black Friday vaxtı 20% endirimdir. Bilmirəm bu videonu siz nə vaxt izləyəcəksiniz. Amma noyabr ayının axırına qədər endirim var. Ancaq gözəllik baxım məhsullarına da kod da bura qoyuram. Bu kodda əlavə eləsiniz, əlavə endirim də ola bilər. Bilmirəm, bəzi istifadəçilərdə bu endirim kodu tətbiq edəndə endirim verir, bəzilərində vermir. Bilmirəm bu niyə görə. Siz yenə də hər ehtimala daxil eləyin kodu. Üzümü bundan qəşəng-qəşəng ovaladım, siz gördünüz. Sonra getdim su ilə biraz vurdum, su ilə də ovaladım. Sonra su ilə yudum. Sonra misellar su ilə, pambıqla sildim. Hamamda elədim deyə onu aparmadım, telefonu aparıb orada çəkmədim. Sonra bir dənə də yudum, yəni üzümü tərtəmiz yudum. İndi isə ən sevdiyim bu Rice toner, Dew toneri ilə indi üzümü bir də siləcəm. Bir də sizə onu deyim ki, bu Rice toneri mən 45 manata almışdım iHerb'in özündən. Amma indi sifariş elədim 36 manata. 36 manat neçəsi qəşəng. Yəni bu qiymətə heç bir yerdən tapmaq mümkün deyil. Bu ağ düyü toneridir. Bir də var qara düyü. Qara bu normaldan quruya gedən dərilər üçün daha yaxşıdır. Əslində bütün üz tiplərinə gedir bu. Yəni yağlılıq vermir çünki. Yağlı dəri üçün bir problem yaratmaz deyə düşünürəm. Amma yeni çıxıb, mən yeni gördüm. Yəni bilmirəm, bəlkə də əvvəldən var idi. Qara düyü toneri var. O isə sızanaqlı, səpkiyə meyilli və yağlı dərilər üçündür. O məsələn mənə uyğun deyil, çünki mənim dərim qurudur. İnşallah ki, gələn vloqda artıq yeni evimi sizlərə göstərəcəm. Daha maraqlı bir vloq olacaq. Ona görə kanala abunə olmağı unutmayın. Sizləri sevirəm. Sevgi ilə qalın. Hələlik.